həmişəki kimi vacib bir tibbi problemlə bağlı danışacağıq. Bugün kişi sonsuzluğunun müalicəsində nəzərdən qaçan məsələlər barədə danışmaq istəyirəm. Kişi sonsuzluğunda bir çox hallarda, əksər hallarda infeksiyalar yoxlanılmır. Yəni, gələn xəstələrin analizlərini nəzərdən keçirdikdə baxırıq ki, infeksiyalar ya natamam yoxlanılıbdır, ya ümumiyyətlə yoxlanılmır. Yəni, kişilərdə sonsuzluğun baş verməsinin əsas səbəblərindən biri də, yəni əvvəlki çıxışlarımda dəfələrlə dediyim kimi, əsasən cinsi infeksiyalardır. Yəni, əksər insanlar kişilərdən söhbət gedir. Ailə qurana qədər görürsən ki, kənar cinsi əlaqələrdə olurlar və bu da gələcəkdə bunları xayalarda, prostatda problemlər yaradır, spermanın keyfiyyətini, kəmiyyətini pozur və nəticədə bu adamlarda sonsuzluq baş verir. Hələ üstəlik bu infeksiyalar yoluxdurulur əks tərəfə, yəni xanıma və qadında da görürsən ki, ya hamiləlik axıra qədər getmir, düşüklər olur, ya ümumiyyətlə hamilə qalmaq mümkün olmur, ya qadında ciddi problemlər baş verir və çox vaxt ginekoloqlar bununla çox əlləşirlər, baxırlar, bir nəticə çıxarda bilmirlər. Görürlər ki, xəstədə ciddi problemlər var, eroziyalar var, ay nə bilim nələr, mən elə gətirib baxıram şəkillərə, dəhşətə gəlirəm ki, sonra araşdırımda məlum oldu ki, bunun həyat yoldaşında 2 dənə ağır infeksiya var. Kənar qadınlarla əlaqədə olub, yoluxdurub yoldaşını, indi müalicə edib çıxardan bunlar. Nəyə görə? Çünki konkret infeksiya müalicə olunmur. Bir dənə antibiotik təyin edir, ondan da məsələ aşmır. Çox adam da buna belə baxır ki, nə var ki orada? Bir həftə edirsən, keçir gedir. Elə deyil. Yəni, o infeksiyalar, necə deyərlər, hüceyrənin nüvəsində yaşayır, dərində yaşayır. Onlara həmən o dərmanların çıxması çətin olur. Və aparılan analizlərdə çox vaxt səhdə aparılır. Nədən yoxlayırlar? Qandan yoxlayırlar, nəmsilikdən yoxlayırlar, spermadan infeksiya yoxlayırlar. Bunlar hamısı elə pis çıxmasın, boş-boş şeylərdir. Mənasız pul və vaxt itkisidir. Spermadan infeksiya yoxlamaq mənasız pul və vaxt itkisidir. İnfeksiyalar, cinsi yolla keçən infeksiyalardan söhbət gedir. Bunları yoxlamaq lazımdır kanaldan, kişilərdə, sidik kanalından, qadınlarda da, vaginadan və uşaqlıq boynundan. Oradan götürülən materiallarda bu mikrobları axtarmaq lazımdır. Və ən dəqiq cavab, ən düzgün cavab bax, burada tapılır. Ona görə müayinələr, kimdə cinsi zəiflik, kimdə kişi sonsuzluğu varsa, övladı olmursa, birinci olaraq, ən birinci cinsi infeksiyalara yoxlanmalıdır. Və mən dediyim qaydada, yəni qandan yox, cinsi infeksiyalara, xlamidya, mikoplazma, ureoplazma, trixomoniyaz, qardinelioz, bu xəstəliklərin törədiciləri var. Bunlar hamısı yoxlanılmalıdır, dəqiqləşdirilməlidir. Əgər şəxsdə bunlar varsa, dərhal müalicə olmalıdır. Hər iki tərəf, həm kişi, həm qadın. Və belə bir hallarda olur. Əksər hallarda kişilər müalicə olunur, qadın müalicə olunur. Ya görürsən, ginekoloq qadını müalicə edir, kişini müalicə eləmir. Müəyyən məsələlər var, onu da demək lazımdır. Yəni, həkimlər mən bilirəm ki, əksər həkimlər tələb edir ki, xanıma ki, ərin də gəlsin, onu da müalicə edeyim. Ya deyir, geçsin dermatoveneroloqda müalicəsində. Bunlar getmirlər. Bunu da etiraf eləmək lazımdır. Xəstələrin səhlənkarlığıdır. Əksərən bu xəstələrin səhlənkarlığı ucbatından belə bir vəziyyət yaranır. Qadın müalicə alır, kişi müalicə almır və nəticədə heç bir nəticə olmur. Xeyri olmur bunun. Çünki təkrar yoluxma baş verir. Əgər ailədə 2 nəfərdən biri müalicə alıbsa, birində mikrob qalıbsa, o birisi təkrar yoluxur. Çünki burada cinsi əlaqə söhbəti var. Cinsi əlaqə ilə də bu mikroblar təkrar yoluxur. Ona görə bu məsələləri nəzərdə saxlayın. Belə problemi olan insanlar, özləri, valideynləri mütləq şəkildə övladlarınızda sonsuzluq varsa, ailə qrup varsa, belə deyək, qayda qanundan, yəni normativlə kişi qadın bir yerdə yaşayırsa, normal cinsi həyat yaşayırsa, birinci 3 ay ərzində bunların övladı olmalıdır. Burada belə deyək, 3 ay, 6 ay belə gözləmək olur. Yəni 6 ay keçirsə artıq, hamiləlik yoxdursa, artıq burada həyəcan təbliğ almaq lazımdır. Yəni bu adamlarda araşdırmaq lazımdır. Nəyə görə 3 ay, 6 ay bir yerdə yaşayış var, cinsi həyat var, amma hamiləlik yoxdur. Və buna görə də
belə vəziyyətlərdə mütləq və mütləq birinci olaraq infeksiyalar yoxlanmalıdır. Əsas cinsi yolla keçən infeksiyalar. Çünki əksər hallarda, çox hallarda bu vəziyyətin baş verməsinin əsas səbəbkarı cinsi infeksiyalar olur. Sonsuzluğun, düşüklərin, şikəst uşaqların dünyaya gəlməsinin əsas səbəbi birinci olaraq da cinsi infeksiyalardır. Məlumat bu qədər. İndi keçək suallarımıza.